Salam hörmətli izləyicilər, kosmosun dərinlərinə doğru səyahətə xoş gəlmisiniz. Bugün biz sizə Beynəlxalq STEM Azərbaycan Festivalının gənc mühəndislərin, elm sevərlərin və texnologiya həvəskarlarının səma ilə birləşdiyi möhtəşəm bir yarış təqdim edirik. Bu yarışın məqsədi sadəcə bir peyk modeli hazırlamaq deyil. Məqsəd gəncləri araşdırmağa, dizayn etməyə və texnologiyanın yaradıcı şəkildə tətbiq etməyə ruhlandırmaqdır. Burada hər bir komanda öz peykini dizayn edir, proqramlaşdırır və sınaqdan keçirir. Onlar öyrənirlər ki, kosmos təkcə uzaqlarda deyil, o insan zəkasının yeni sərhədindədir. Komandalar 3 nəfərdən ibarətdir. Bir mentor və 2 gənc tədqiqatçı. Birlikdə onlar yalnız bir model hazırlamır, bütün bir kosmik missiya planlayırlar. Yarış 2 mərhələdən ibarətdir. Birinci mərhələdə komandalar öz daşıyıcı peyklərinin dizaynını təqdim edirlər. Onlar gövdə, qanad və anten sistemlərinin real peyk strukturlarına əsaslanaraq dizayn edirlər. Günəş panelləri, alüminium və qızıl tonları, texnoloji görünmüş, hər şey sanki orbit üçün hazırlanır. Bu mərhələ texnoloji zövq və mühəndis yaradıcılığının sınağıdır. İkinci mərhələ isə həyəcanın zirvəsidir. Burada komandaların hazırladığı kubsatlar helium şarları ilə səmaya qaldırılır. Komandalar 6 metr yüksəklikdəki peykləri ilə simsiz əlaqə qurmalı və real məlumatlar qəbul etməlidirlər. Hava temperaturu, rütubətli giroskop dəyərləri və hətta bir fotoşəkil. Bütün bu məlumatları 120 saniyə ərzində ötürmək lazımdır. Çünki kosmosda saniyələr belə dəyərlidir. Kubsat öz tapşırığını yerinə yetirdikdən sonra helium şarından ayrılıb yerə enməlidir. Ən təsirli an isə həmin peykin öz gücü ilə təhlükəsiz şəkildə eniş etdiyi andır. Bu zaman komanda təkcə texnoloji bacarığını yox, həm də məsuliyyətli və ağıllı dizaynının gücünü nümayiş etdirir. Hörmətli izləyicilər, kubsat gələcəyin kosmik nəsli üçün bir başlanğıcdır. Bu sadəcə bir yarış deyil, bu Azərbaycanın gənc mühəndislərinin kosmosa göndərdiyi bir ümid işığıdır.